Bir nəfər gəlir poliklinikaya müayinə keçirməyə, girir doktorun yanına. Doktor da bunu görən kimi dəvət edir bunu. Buyurun, keçin içəri, paltarınızı soyunun, uzanın bax burada. Doktor xəstənin üstündə bütün bədəndə ayaqlardan başlamış və başında qurtarılıb daçikləri bağlamağa. Bundan sonra keçir monitora və başlayır nə isə yazmağa. Arada da söz atır. Nə yaxşı, nə yaxşı, nə qəşəng, nə qəşəng. Əladır, əla. Xəstə də belə məhtəl qalıb baxır ki, bu nə yazır görəsən orada. Yəqin ki, dərmanların adıdır, nədir bu? Və sual verir. Doktor, siz orada nə edirsiniz? Mənə bir də başa salın. Arada da elə əla, yaxşı, qəşəng, bu nə deməkdir? Mənim o qədər pulum yoxdur dərmanları verməyə. Mən burada deyir, sizdə olan xəstəlikləri yazıram. Yaxşı, qəşəng və əla odur ki, bu xəstəliklər məndə yox, sizdədir. Uğurlar.